Əgər bir şey üçün ağlamaq istəyirsənsə, Hüseynə əleyhissalam ağla. Bu hədisin əvvəlidir və hədis müfəssəldir. Ardı da var. Bu çox mühüm bir mətləbdir. Nə üçünsə ağlamaq və göz yaşı tökmək istəsən, Hüseynə əleyhissalam ağla. Bu, Kərbəla hadisəsinin və Aşura məsələsinin əhəmiyyətini göstərir. Sonra İmam Hüseynə əleyhissalam ziyarət edənlərə, onun üçün əza saxlayanlara və ya göz yaşı tökənlərə böyük vədlər verilir. Qiyamətdə bizimlə məhşur olacaqsınız, bizim yanımızda olacaqsınız və bu kimi məqamlar. Onlar hədislərdə qeyd olunmuşdu. İmam Hüseyn əleyhissalam məsələsini İmam Rıza əleyhissalam İslam dünyası səviyyəsində yaydı. Yəni Aşura hadisəsinin özü Əhl-i Beyt məktəbinin davamçıları arasında elə bir təsir yaratdı ki, Şiələr tarix boyu zülmə qarşı mübarizənin bayraqdarı kimi tanındılar. Kərbəla hadisəsi insanların qəlbində yer tutmalı olan bir hadisə idi. Bu hərəkatı böyük bir sıçrayışla başlada bilən şəxs isə İmam Əli İbn Musa Rıza əleyhissalam olmuşdu. Şəhid rəhbər Ayətullah Xameneyi.